Salam dostlar, xoş gördük hər birinizi. Dostlar, dediyim kimi inkubator düzəltmişəm. Amma düzəltmək videosunu çəkmədim. Nətər düzəltdiyimi indi bir izah eləyəcəm. Adi bir qardondur. Baxın, kağız qardon. Dünən Temu'dan sifariş elədiyim, daha doğrusu sifarişi dünən gələn bu termoregulator, bir də içərisində ventilyator var. Bir də ayrıca gene termometr var. Onları da sizə göstərəcəm. Bunları nətər qoşmuşam dostlar, baxın. Adi 220 volt şunur. Bu regulator 220 ilə işləyir. Bunun 12 volt ilə işləyən də var, 24 ilə işləyən də var. 220'sini aldım mən. Buradan 220 volt şunur gəlir. Şunur gəlir, 220 volt şunur, baxın. Burada biri çıxır, bu aparata gəlir. Bu aparat 220'yi 12 volt eləyir. Bu aparata qoşulub ağ şnurlar. Buradan gəlir, buraya da ağ şnurlar qoşulub bu aparata. Aparatdan da 12 volt çıxış. Baxın, bu nəzik, ağ-qara nəzik şnur. İçəridə ventilyator işlədir. Sonra bu 220 voltdan biri də ayrılır burada. Haçalanır da, biri aparata gəlir buna. Biri də ayrılır, baxın bu qarı ilə qırmızı şnur. Kontroller işlədir. Kontrollerin tokudur. Qarı ilə qırmızı. Sonra burada sarı ilə qırmızı var, baxın bu yoğunlar. Sarı ilə qırmızı, sarı ilə qara, qırmızı deyirəm mən. Sarı ilə qara var. Bunlarda bu arxada lamska badronu var, buraya gəlir. 220 volt badron var burada. İçəri girir. Lamska o işlədir. Bir də belə bir qara şnur var, nəzik. Bu nəzik şnur da buradan gəlir. İnkubatorun qapağının tam ortasından içəri sallanır. Bu termoregulatorun daçikidir. İçəridəki hava istiliyini ölçür, buraya məlumat verir. Bunu da dostlar elə tənzimləmişəm ki, baxın, bu düyməyə basılı tutanda bunu 37.5 eləyirik, birazdan öz düzələcək. 37.5 maksimumda baxın 38'dir. Yəni 38 dərəcədən artıq olanda istilik, 38 dərəcəyə çatanda daha doğrusu, 38 olanda çinin lamskasını keçirir, 37.5 olanda da lamskoyu təzədən yandırır. Şimdi çini göstəreyim. Buradan salafandan pəncərə düzəltmişəm, bunu qalınlaşdıracağım sabahlıca. Buradan içəri baxmağa pəncərə düzəltmişəm. İçəridə nəyimiz var dostlar? Baxın, orada ventilyator fırlanır. Ventilyator fırlanır. Bunun ışığını keçirsək nə törlər? Ventilyator fırlanır. Yanında adi 220 volt lampa var. Beləsi ön lampasından da adi lamskadır. 220 volt, 100 watt. Üstünə 100 watt yazılı, yüzlük deyirlər. Yəni bu qardona yüzlük yetir. Yuxarıda qabaqdan baja var idi, orada balaca baja açmışdım o tərəfdən, onu bağlamışam, o heç lamskanın üstəki. Əsas ventilyatordur, 220 volt lamskadır. Aşağıda yekə su qabı qoymuşam. O su qabı içəridəki nəmliliyi ancaq yarada bilir. Kontrollerin ışığı keçdi. Işıq yansın, devam eləyərik. Baxın, içinə 25 dənə murta qoydum. Bu formada murtaları düzmüşəm.
Ortada da termodatik var. Baxın o qara şnur ortadan sallanır, termodatik o. Burada ortada ayrı termometr var. O termometrdə ekranın yarısı temperaturu göstərir. Yarısı da içəridəki nəmliyi göstərir. Nəmlik bu dəqiqə 55%dir. Temperatur da 37, 36.9, 37-də demək olar. Nəmlik 55%dir bu dəqiqə inkubatordan ötürü ən ideal nəmlik. İndi kontroller nə tər işləyir onu göstərim. Baxın bu dəqiqə 37.5-dir. İndi bu 38-ə gəlib çatanda keçirəcək. Yavaş-yavaş qalxır. Keçirdi lampayı. İndi birazdan geri inecək. İnir yavaş-yavaş. 37.5 olanda qaldı, yenə yanacaq. Amma ventilyator daim işləyir. Ventilatoru birbaşa qoşmuşam. Yandı, 37.5 olanda yandı. Sonra dostlar buna buradan baxın o arxada ışığını yandırayım indi. Həkimlərin təbabətdə istifadə elədiyi sistem şlanqıdır. Arxadan deşikdən içəri girir. İçəridəki su qabına oradan su qabının küncünə gəlir. O da nədən ötürdür? Burada bunun qrandı var, onu bağlamışam. Baxın qrand bağlıdır o bura. Bu yuxarı çıxır bu şlanq. Yuxarı çıxır, burada adi yarım tır su şüşəsidir. Baxın bu şüşə. Suya bağlamışam. O içindəki su azaldıqca buradan sistemdən su verəcəm ona. Biraz geri çəkək yanımıza dolaşmasın. Dostlar, istəyirsiniz bir də sxemasını çəkim. Bunu nətər qoşmuşam. Baxın, bu bizim termokontrollerdir. Üstündə də ekranı var, 2 dənə düyməsi var. Bu lampamız, bu ventilyator işlədən aparatımız 220 voltu 12 volta döndərən inventor. Bu da ventilyatorumuz. Bunlar nə tər işləyir indi? Burada 220 yazaq. 220 volt. Deməli, buradan şnurun biri gəlir. Hara ilə gəlsin şnur. Ya da 220 burada yazaq da qarışıq olmasın. Şnurun biri gəlir buradan bu aparata. Həm də bu aparata qoşulur. 220-dən biri də bu da. Bir də gəlir. Yəni bu 220 voltumuz bizim. 220 volt həm buna gedir, həm buna gedir. Buradan çıxan, bu aparatdan çıxan, inventordan çıxan ventilyatora gəlir 2 dənə şnur. Ventilyatora. Sonra bu aparatdan da çıxan 2 dənə şnur lampaya gəlir. Aparatın özünün sarı qara şnuru dediyim.
Sonra aparatdan da gene e, termodatik çıxır, o aparatın özünə qoşulu gəlir o heç. Sxemamız budur. Yəni orada mən biraz şnurlar uzun olduğuna görə bəzi şnurları qatlamışam, qarışıq görünür, amma belə çox sadə, çox asan bir sistemdir. Yəni deyirəm, buradan 220-dən həm aparata, həm bu aparata gedir. Bu aparatdan ventilatora, bu aparatdan da lampaya gedir. Bu qədər. Çox sadə bir sistem. İndi bu gün ayın 16-sıdır. Mutdaları qoyduq. Axşam vaxtıdır. Görək nə tər çıxacaq, neçə günə. 20-21 günə çıxır çıxmağına. Onu da deyim ki, dostlar, inkubatordan ötürü ən idealı, ən uyğun temperatur 37-38 dərəcə aralığıdır. 37 yarım olsa lap yaxşı olar. Nəmlik faizi də 50-60% arası, amma ən uyğunu, ən idealı 55%dir. 50 ilə 60-ın arasında götürülsə. 18 gün hər 3 saatdan bir onun qapağını açıb murdaları əlimlə sağa sola döndərməliyəm. 18-ci gündən sonra da döndərməyi dayandıracağam. Ondan sonra özü çıxmalıdır. Belə dostlar, bu videomuz da belə oldu. Salamat qalın. Gələn videoda görüşərik.